Salam dostlar, mən Onur Rəsulov. Bu videoda biz qızılın və digər əmtiyələrin qiymətinin nə olacağını, onların yüksələcəyini mi, ucuzlaşacağını mı, əlavə olaraq dolların qlobal bazarlarda yüksələcəyini mi, ucuzlaşacağını mı və yaxud da inflyasiyanın artacağını mı, azalanacağını mı müzakirə edəcəyik. Amma bunları belə fala baxar kimi deyil, eyni zamanda bunların səbəblərini, arxasında duran faktorları detallı şəkildə izah edəcəyik. Əgər siz maliyyə bazarında ticarət edirsinizsə, investisiya edirsinizsə səhəm bazarına və yaxud da ümumiyyətlə maliyyə bazarında ticarət etməsəniz belə, ən azı kapitalınızı inflyasiyadan necə qoruya biləcəyinizi bu videonun sonuna qədər izləsəniz ətraflı şəkildə görmüş olacaqsınız. Deməli, ilk öncə dostlar, biz gəlin Amerikan hökumətinin necə borclanmasına, Fedin necə işləməsinə və Fedin balans şitinə nəzər salaq. Deməli, dediyimiz kimi bu artıq dillər əzbər olan bir şeydir. Amerikanın 39 trilyon dollar borcu var. Bəs Amerika necə borclanır? Amerikanın borclanması, tutaq ki, hökumətə pul lazımdır. Amerikan Maliyyə Nazirliyi, belə deyək, Treasury istiqraz emissiya edir. İstiqrazlar 3 aylıq ola bilər, 2 illik ola bilər, 10 illik ola bilər, 30 illik istiqrazlar emissiya edir. Və burada da bu istiqrazları alan birbaşa Fed ola bilməz. Yəni Fed özü birbaşa gedib hökumətin istiqrazlarını ala bilməz. Niyə görə? Çünki bu bir mənada qanunla məhdudlaşdırılıb ki, belə deyək də, hökumətin həddən artıq borclanmağa təşviq olunması bir mənada deyil. Amma dolayı yolla axırda Fed zaten bu borcları ala bilir. İndi necə alır? Deməli, Amerikan Maliyyə Nazirliyi, Treasury istiqrazları buraxırlar, emissiya edirlər və bu istiqrazları market makerlar, ona prime dealer deyirlər, o böyük banklar, məsələn JP Morgan, Citibank və Goldman Sachs və digər böyük banklar bu istiqrazları almalıdır və yeri gəlmişkən istiqrazlar da hərrac vasitəsilə bazara çıxarılır və orada müəyyən faizlər, belə deyək, verilir və ən yaxşı faiz hansı, belə deyək, faizlə qəbul olunursa, həmin istiqrazların alqı-satqısı həyata keçirilir. İndi burada əsas nüans ondan ibarətdir ki, bu istiqrazları əslində həmin o market makerlar məcburi olaraq almalıdırlar. Tutaq ki, federal ehtiyatlar bu istiqrazları emissiya etdi, auksionla bazara çıxartdı, alıcı tapılmayacaq deyə bir şey yoxdur. Bu mümkünsüzdür qanunla. Çünki həmin o prime dealerlar deyə, belə deyək, o böyük banklar həmin o klubun üzvüdürlərsə, market makerlar belə deyək, o klubun üzvüdürlərsə, onların Fedlə bir mənada müqaviləsi var və onlar da o öhdəliyi daşıyır ki, Amerikan xəzinə istiqrazlarını alsınlar. Çünki bu istiqrazları alıcı tapılmazsa, bu bir mənada sistemdə şok effekti yaratmış olar. Çünki Amerikan xəzinə istiqrazları qlobal maliyyə sisteminin onurğa sütunudur. Yəni təsəvvür edin ki, ən likvid, belə deyək, maliyyə alətidir və ümumiyyətlə hazır, bəlkə indi biraz hal-hazırki vəziyyətdə bu sözü demək biraz problemdir, amma indiyə qədər ən risksiz maliyyə aləti hesab olunurdu ki, bəli, dünyada ən risksiz maliyyə aləti Amerikan xəzinə istiqrazlarıdır. Orada bir dənə risk var, Amerikanın borcunu default etməsi ki, bu da çox uzaq bir ehtimaldır, belə deyək. Ona görə də həmin o prime dealerlar mütləq şəkildə Amerikan xəzinə istiqrazlarını almalıdırlar öz paylarına üçün. Almazlarsa, onların lisenziyası ləğv edilə bilər və yaxud da ki, ümumiyyətlə onlar o klubdan çıxarıla bilər. Buna görə də Amerikanın belə bir problemi yoxdur ki, mən istiqraz emissiya etdim, amma ona tələb yoxdur. Bilir ki, mütləq şəkildə o prime dealerlar, böyük banklar belə deyək, əsasən Goldman Sachs, JP Morgan, Citi və s. onlar o istiqrazları almalıdır. Aha, bu istiqrazları deyək ki, bu banklar aldı. Amma sonra bu bankda olan pullar da belə deyək də, kimisə şəxsi pulu deyil bir mənada. O pul da iqtisadiyyatdan çıxmış olur axı. Deyək ki, JP Morgan, Goldman Sachs, Citibank, Wells Fargo və s. o istiqrazları aldı, hökumətə pulu verdi, hökumət də getdi müəyyən işlər gördü. Amma faktiki bazardan bir mənada pul çıxmış oldu, hökumətə getmiş oldu. İndi bu istiqrazları sonra federal ehtiyatlar yenidən bu banklardan, həmin o prime dealerlardan geri alır. Nə vaxt alır? Tutaq ki, o baxır ki, iqtisadiyyatda pul kütləsi azalıb, ümumiyyətlə iqtisadi böyümə zəifdir, stres var. Yəni pul azlığı var bazarda. Niyə? Çünki banklar öz belə deyək, olan pullarını veriblər hökumətə, onun qarşılığında da istiqrazları alıblar. İstiqrazlardan da illik müəyyən faizlər alırlar. Fərz edək 2%, 3% hal-hazırda 4.30-dur. Məsəl üçün Amerikan 10 illik xəzinə istiqrazlarının faizi gəlir. 4%, 4.30% bundan pul alırlar bu banklar. Amma axı pul sistemindən çıxıbsa, belə deyək də, bu bir mənada digər sahələrdə pul qıtlığı yaranmış olur və indi bu pul kütləsini artırmaq üçün bu səfər Fed dövrəyə girir. Fed deyir ki, məsələn, baxır ki, işsizlik artıbdı, iqtisadi artım zəifdir. Burada da önəmli bir nüansı diqqətinizə çatdırım. Amerikan iqtisadiyyatının 70% daxili istehlak əsasına formalaşır. Yəni Amerikanlar daha çox istehlak etməlidir ki, iqtisadi artım olsun, o iqtisadi maşın daha sürətli hərəkət etmiş olsun. Bundan dolayı da Fed baxır görür ki, məsələn, bazarda pul kütləsi azalıb, pul qıtlığı varsa, bu səfər Fed nə edir? Fed deyir ki, həmin o banklara deyir ki, buyurun, siz gətirin o xəzinə istiqrazlarını mənə verin, mən də sizə belə deyək, pul vermiş olum. Əslində bu kağız pulu vermiş olmur bir mənada. Onların belə deyək də hesablarında o rəqəmi digital pul da artırmış olur bir mənada. Və buna havadan pul yaratma da bəzən deyirlər hətta. Yəni Fed bir mənada buna quantitative easing də deyirlər. Yəni bu pul çap etmənin bir digər versiyasıdır da belə deyək. Həmin o bankların hesabında pul kütləsini artırmış olur, hesablarındakı pul rezerv vəsaiti artırmış olur ki, bu banklar da həmin o vəsaitdən belə deyək, kredit verir və yaxud da fərqli sahələrə pul verir ki, yenidən iqtisadi belə deyək, dövriyyədə pul kütləsi artmış olur. İndi Fed o istiqrazları alır və belə Fedin balans şitində belə deyək də, o istiqrazların həcmi artır. İndi əsas nüans buradadır dostlar. Burada nə baş verir? Yer gəlmişkən bu sistemə diqqət etirsəniz, əslində bu çox belə qəribə bir sistemdir. Yəni sanki dövlət bir cibindən pulu alır, digər cibinə verir. Yəni son anda bu sistemin son anda belə deyək, dövlət borclarını bir mənada sanki Fed maliyyələşdirmiş olur. Yəni Fed hökumətə borc vermiş olur, amma onu dolayı yolla vermiş olur. Bu aşağı yuxarı digər ölkələrdə də bənzər şəkildə işləyir. Amma Fedin problemi nədir? Əsas problem nədir? İndi bura baxaq. Deməli dostlar, 2008-ci il maliyyə böhranında
Fed eyni davranış elədi. Fed həmin o belə deyək də ucuz istiqrazları, həmin o banklardan ucuz faiz, aşağı faiz verən belə deyək, aşağı faiz istiqrazları, hətta belə deyək zibil qiymətli olan istiqrazları həmin o banklardan aldı ki, gətirin mənə verin, mən sizə pul verəcəm bu qarşılığında. Siz də o pulu iqtisadiyyata daxil edəcəksiniz kreditlər vasitəsilə. 2008-ci maliyyə böhranında Fed böyük şəkildə belə deyək də pul injekt etmiş oldu və Fedin balans şiti həmin vaxtda 2.2 trilyon dollar olmuş oldu. Bir anda diqqət edirsəniz 2008-ci il maliyyə böhranında Fedin balans şiti 2 trilyona dollar, 2 trilyona çatmış oldu. Bu həmin tarixdən etibarən ancaq yüksələn xəttlə davam etdi. Diqqət edin. 2020-ci ildə isə 2020-ci ildə pandemiyadan dolayı Fed tarixin görünməmiş belə deyək də quantitative easing proqramını həyata keçirmiş oldu. Yəni həmin o prime dealerlarda, bazarda olan belə deyək istiqrazları dedi ki, gətirin mənə verin. Mən də bunun qarşılığında sizə nə qədər istəsəniz pul verəcəm. Yəni pul verəcəm həmin o istiqrazların qarşılığında. O istiqrazları geri almaqla dostlar, Fedin balans şiti təxminən 9 trilyon dollara çatmış oldu. 9 trilyon dollara. Bu nə anlama gəlir? İndi Fed həmin bu istiqrazları Amerikan hökuməti belə deyək, istiqraz emisiya edərkən Maliyyə Nazirliyi onu müəyyən faiz qarşılığında, yəni müəyyən faiz qarşılığında borc alır. Amerikan xəzinə istiqrazlarının həmin dövrdəki ortalama faizləri 1-2%, yəni o istiqrazların faiz gəliri 2% olur. İndi həmin deyək ki, bu prime dealerlar, o böyük banklar hökumətdən bu istiqrazları alırdılar, qarşılığında 2% pul alırdılar. Deyəcəm bu istiqrazların da önəmli bir nüansı var ki, yəni bu istiqrazları siz eyni zamanda banklar alır, ən likvid maliyyə alətidir. Onu dərhal sata bilir və ya da digər banka, məsələn, günlük və gecəlik, məsələn, pul almaq üçün bunlar repo əməliyyatları deyirlər. Məsələn, digər banka girov kimi qoyur, onun qarşılığında müəyyən pul alırlar. Yəni belə deyək də ən təhlükəsiz maliyyə alətidir. Rezerv bir valyuta kimi düşünə bilərik bu istiqrazları. İndi 2020-ci il pandemiyasında Fed bazara pul injekt etmək üçün o bazarda olan istiqrazları aldı, özü aldı. Onun qarşılığında da həmin o bankların belə deyək hesabında, rezerv hesablarında pul kütləsini artırmış oldu. İndi o banklar da o puldan istifadə edib kredit verdilər, yenidən belə deyək dövriyyədə pul kütləsini artırmış oldu. Çox gözəl. Buna qədər hər şey əla işləyir. Amma bir problem var dostlar. Fedin balans şiti 9 trilyon dollara çıxıb, təxminən 2022-ci ildə. İndi Fed həmin o istiqrazlar üçün hökumətdən təxminən 1-2% pul alır. 1-2%. Çünki belə deyək də istiqrazı hökumət emisiya edibsə, onun o faizi mütləq hökumət verməlidir. İndi bu istiqrazları əvvəl o böyük banklar almışdı, amma sonunda o banklar da gətirib Fedə vermiş oldu. Yəni normalda o 2%, 1% və ya 2% artıq Fedə, hökumət Fedə ödəyir. Yəni federal ehtiyatlar ödəyir. Çox yaxşı. Sonra bu nə baş verdi? 2020-ci ildə inflyasiya artmağa, üzr istəyirəm, 2020-ci ildə bu genişləndirici pul kütləsindən dolayı başladı bu inflyasiya artmağa. Girib baxsanız görəcəksiniz ki, Amerikada inflyasiya əvvəl 2020-nin təxminən mart ayında 0.1 idi, sonra yüksəldi 1.5, 1.7, 4%, hətta 9%-ə qədər yüksəlmiş oldu. Ki, bu Amerika üçün çox böyük bir inflyasiya göstəricisi deməkdir. İndi federal ehtiyatlar bu inflyasiyanı tənzimləmək üçün, deyəcəm işsizlik də 2020-ci ildə 14%-ə qədər artmışdı. İndi işsizliyi aşağı salmaq üçün federal ehtiyatlar bazarda pul kütləsini artırmış oldu. Bazarda pul kütləsini artırdı, ucuz kreditə çıxış, biznes mühitini belə deyək yaxşılaşdırdı, investisiya mühiti təşviq edildi, yenidən iş yerləri artmağa başladı və işsizliyi 4%-in altına qədər sala bildi. Əla. Amma digər tərəfdən pul kütləsini bazarda artırdığına görə inflyasiya 9%-ə qədər yüksəlmişdi. İndi bu inflyasiyanı geri yığımı çəkmək, aşağı salmaq üçün federal ehtiyatlar nə edir? Tədricən o banklar arası faiz dərəcəsini Fed Fund Rate deyirlər ona 0.25-dən aqressiv şəkildə artırdı 2024-cü ilə qədər 5.5%-ə qədər artırmış oldu. 5.5%. İndi nə baş verir? Əvvəl tutaq ki, JP Morgan olsun, Goldman Sachs olsun və X banklar olsun. Tutaq ki, bunlar ucuz baxırdılar ki, məsələn, onların ehtiyatlarında vəsait var, pul var. Məsələn, Fed 0.25% onlara verirdi, Feddə saxlamaqdansa. Fed 0.25%-dən təyin etmişdi o faizi. İndi bu banklar baxırdı ki, Feddə 0.25-dir. Onlar deyir ki, ondan sonra Fedə aparıb bu pulu qoymaqdansa, biz bu pulu məsələn kredit şəklində verərik, 2%-dən 3%-dən daha çox qazanarıq. İndi bu səfər Fed bu 0.25-i artırdı, elədi 5.5%. İndi siz də JP Morgansız, fərz edək ki, o banksız və ya da Goldman Sachs bankasız, baxırsınız ki, elə Fed 5.5% verir. Mən niyə risk götürüb insanlara kredit verim ki, tutaq ki, 6-7%-dən kredit verim ki, elə yaxşı aparıb bu pulumu Fedə qoyaram. Fed mənə onda ildə 5.5% pul vermiş olar. İndi burada nə baş verir? Bəsit mühasibatlıqdır. Fed qazandığı 1-2%dir, belə deyək, o əlində saxladığı hökumət istiqrazlarının faiz gəlirliyi 1-2%dir. Bir də 9 trilyon dollar əlində belə deyək, əsəti, həmin o xəzinə istiqrazlarını saxlayır. Amma digər tərəfdən banklara isə bankların gətirib onda pul saxlamasına görə 4%, 5% pul ödəyir. İndi aradakı fərqi təsəvvür edin. Fed hər dəfə sanki 3% zərər eləmiş olur. Fed 2% pul qazanır o xəzinə istiqrazlarından, amma o banklara deyək 5.5% və ya 5% pul vermiş olur. Deyəcəksiniz, niyə verir ki? Verməsin də. Bu mümkünsüzdür. Çünki inflyasiya artırsa, bu Fedin mandatıdır ki, inflyasiyanı nəzarətdə saxlasın. İnflyasiyanı aşağı çəkmək üçün o banklarda olan pulu geri yığmalısınız. Banklarda olan pulu geri yığarkən də ona daha yüksək faiz ödəməlisən ki, banklar insanlara deyil, getirib Fedə qayıdıb versin, qoysun o pulu, belə deyil. Yəni sistem belə işləyir. İndi dostlar, burada nə baş verdi? Fed faizi aqressiv artırdıqda görə 5.5 və həmçinin də pul kütləsini geri yığdığına görə belə deyək, bazardan başladı artıq tədricən bu Fedin zərərləri artmağa. İndi Fedin zərəri təxminən belə deyək, illik zərəri təxminən 240 milyard dollar ətrafındadır.
240 milyard dollar Fed həmin bu faiz fərqinə görə zərər edir. Yəni 2% hökumət ona pul verir, amma Fed bankları isə 5%, 5.5% pul ödəyir. Böyük bir fərq var. İndi bu fərqi azaltmaq üçün Fed nə etdi? Tədricən başladı. O 9 trilyonluq belə deyək istiqrazları tədricən yenidən bazarlara geri qaytarmağa. Yəni misal üçün deyək ki, onu yenidən o prime dealerlara o istiqrazları satmağa başladı. Ki 9.9 trilyondan Fed təxminən öz balans şetlini gətirib son olaraq diqqət edin 666 trilyon 655 milyardı. 7 trilyona salıb bunu. Aşağı yuxarı 7 trilyona gətirib. Amma Fedin hələ də əlində böyük həcmdə xəzinə istiqrazları var. İndi yaxşı, Fed bu istiqrazları birdən-birə bazara injektə edərsə, yəni onları geri satarsa, bu səfər nə baş verər? Bu səfər yenə də belə deyək, bazarda pul kütləsini kəskin şəkildə yığmış olar. Pul kütləsini, yəni istiqrazı verir banklara, o banklar da əlində olan ehtiyatlı olan pul rezervlərini belə deyək, gətirib Fedə qaytarırsa, bu iqtisadiyyatdan pulu geri yığmağa səbəb olur. İqtisadiyyatdan pulu geri yığırsınızsa, bu da iqtisadi daralmaya səbəb olur. İndi nə baş verir? Burada ən böyük problem burada yaşanır dostlar. Fed zərərlə işləyir. Bəs bu zərəri necə belə deyək, kompensasiya edir? Əslində kompensasiya etmir. Fed 2022-ci ilə qədər hökumətə mənfəət əldə edirdi və o mənfəətini federal ehtiyatlar təxminən 100 milyard dollara yaxın mənfəət əldə edirdi və o mənfəətini hökumətə verirdi. Öz xərclərini çıxandan sonra hökumətə verirdi. Amma 2022-ci ildən etibarən o dediyimiz o faiz fərqi söhbətinə görə Fed zərər edir. Burada dediyim kimi 240 milyard dollara yaxındır. İndi Fed bunu yazmır ki, mən zərər elədim, kapitalımı azaldım və ya bu zərəri nəyə nəsə bağlayım. Ona deferred asset deyə bir termin uydurublar. Yazır ki, yəni Fed bunu zərər kimi tanımır. Fed sanki bunun bir mühasibatlıq dəftərində bir kənara yazır ki, mən arada bir kəsir var və ya zərər eləmişəm. Amma mən gələcəkdə pul qazananda bu pulla bu zərəri bağlayacağam. O qazandığım mənfəəti Fedə verməyəcəm. Yəni çox qəribə bir sistemdir əslində. İndi dostlar, təbii biz bunu gördükcə burada nə yaranır? Nə problem üzə çıxır? Biz görürük ki, Fed əslində bu zərəri dayanıb, yəni davamını gətirə bilməyəcək. Çünki siz nə qədər zərərlə işləyə bilərsiniz? Hansı müddətə zərərlə işləyə bilərsiniz? Mümkün deyil. Bunun bir yolu var ki, bunu tədricən azaltmaq üçün gərək Amerikan hökuməti borclanmanı azaltsın. Amma Amerikan hökuməti də borclanmanı azalda bilmir. Çünki Amerikan hökuməti təxminən 5 trilyona yaxın vergi yığır. Bunun da əsas gəlirlər belə deyək də sığorta, o cümlədən korporativ vergilər, həmçinin gəlir vergisi, əmək haqlarına tutulan vergilər və s. gömrük və ya aksizlərdən əldə edilən gəlir və təxminən 5 trilyon dollar verginə pul yığır. Amma dövlət xərcləri isə təxminən 7 trilyona yaxındır. Yəni 1.7-2 trilyona yaxın büdcə kəsiri verir hər il Amerikan hökuməti. İndi bunun bir yolu odur ki, Amerika borclanmanı azaltsın ki, Fed də tədricən bu əlində olan istiqrazları yavaş-yavaş, onlar müddəti başa çatdıqca və ya da bazara satdıqca əlindəki o istiqrazları azaltmış olsun tədricən. Çünki bir anda sata bilməz istiqrazlar. Bir anda satarsa yenidən inflyasiya kəskin şəkildə arta bilər. Bazarda belə üzrsən, istiqrazları bir anda satarsa həm istiqrazların dəyəri düşmüş olar, ucuz qiymətə satma olacaq. Burada da önəmli nüans nədir? Tutaq ki, federal ehtiyatların aldığı istiqrazların 10 illik istiqrazların məsələn faiz gəliri 2%dirsə, amma hal-hazırda onu satmaq istəsə, onu tutaq ki, birini məsələn 1000 dollardan almışsa, artıq 1000 dollardan sata bilməyəcək. Çünki niyə bazarda hal-hazırda 4.30-dan istiqraz var. Siz o istiqrazı daha ucuz qiymətə almış olacaq. Tutaq ki, 1000 dollara aldığı istiqrazı indi artıq satmaq olacaq fərziyyəyə 800 dollara. Yəni İstəsə də federal ehtiyatlar hal-hazırda bu istiqrazı anında satmaq istəsə, böyük bir zərər olmuş olacaq. Yerində böyük bir zərər yaranmış olacaq. O görə Fed onu əlində saxlayır, yavaş-yavaş əlindən, kiçik-kiçik bazarda əlindən çıxartmağa çalışır. İndi Amerikan hökuməti də borclanmanı azaldacaq vəziyyətdə deyil. Çünki büdcə kəsiri var. Bunun bir variantı odur ki, hökumət belə deyək, kəskin şəkildə xərcləmələri azaldır. Xərcləmələri azaldırsa, bu iqtisadi daralmaya getmiş olur. Resessiya yaranmış olur. Resessiyada yaranmağı belə deyək, heç bir hökumət özlərini götürmək istəməz ki, onun dövründə belə deyək də iqtisadi böhran yaşanmış olsun. İndi çıxılmaz bir vəziyyət var. Hökumət borclarını azaltmır. Bu borcları da kimsə almalıdır. Bunu da ən sonda buna last lender resort deyirlər. Sonda belə deyək, Fed almalı, federal ehtiyatlar almalı. Federal ehtiyatlar da o borcu alır, amma özü də zərər etmiş olur. İndi bu zərərdən dolayı da nə baş verir? Qızılda böyük bir yüksəliş yaşanmış olur. Dostlar, diqqət etirsəniz, Qızılda 2020-ci ildən bəri həmin bu federal ehtiyatların aqressiv faiz siyasəti tətbiq etdiyi tarixdən bəri diqqət edin, Qızılın təxminən 263%-ə yaxın bir yüksəlişi oldu. 263%-ə yaxın. İndi Qızılda olan yüksəlişin təməl səbəbi budur. Çünki federal ehtiyatlar artıq böyük bir zərər ilə işləyir və bundan da açıqcası yaxın vədə bir çıxış yolu görsənmir. Çıxış yolu nə ola bilər? Böyük bir reset ola bilər. Ki bu da çox baha başa gələr Amerikan iqtisadiyyatına. İndi bundan dolayı federal ehtiyatlar baxır ki, mən pul kütləsini bazardan yığan kimi, çünki bu istiqrazları satdıqca bazarda pul kütləsi geri yığır. Bir mənada pul kütləsini geri yığır. İndi pul kütləsini geri yığan kimi baxır görür ki, belə deyək, əmək bazarında neqativ bir tendensiya yaranmış olur. İşsizlik artmağa başlayır. Diqqət edin, Amerikada işsizlik son olaraq 4.3% açıqlandı. Və bu təxminən 1 ildən uzun müddətdir ki, 4%-in üzərindədir işsizlik. İşsizliyi aşağı çəkə bilmir, belə deyək, işsizlik yüksəkdir. Hal-hazırda Fedin hədəfindən yüksək. Fedin hədəfi 4%-in altına salmaq işsizliyi. Hədəfdən yüksəkdirsə, indi bu işsizliyi aşağı salmaq üçün siz bazarda pul kütləsini artırmalısınız. Pul kütləsini artırmaq üçün də siz həm banklar arası faiz dərəcəsini, Fed Funds rate aşağı salmalısınız. Hal-hazırda 3.75-dir. Bu faizi aşağı salmalısınız. Bu faizi aşağı saldığınız zaman da bazarda pul kütləsi çoxalmış olur və dolların ucuzlaşması olur və eyni zamanda bu da inflyasiya baskısı yaratmış olur ki, inflyasiya artmalı olur. Bu baxımdan dostlar, indi Fed çıxılmaz bir vəziyyətdədir ki, yaxşı, mən faizi aşağı salıram.
FED faizi aşağı saldıqca da inflyasiya artmalı olur. İnflyasiya da elə bir vəziyyətdə gələ bilər ki, məsələn 2020-də dediyim kimi 9%-ə qədər yüksəlmişdi. İnflyasiya artarsa, bu dolların belə deyək, taxtına ciddi bir təhlükə yaratmış olar. Bir nüansı qeyd edim. 1979-cu ildə deməli, bənzər bir situasiya yaranmışdı. Amerikada inflyasiya təxminən 14%-ə, 11-13%-ə qədər yüksəlmişdi. Həmin vaxtı Paul Volcker Fedin rəhbəri kimi seçilir və Paul Volcker Fedin rəhbəri olur. Və bu adam baxır ki, inflyasiya kəskin artır, dollar dəyər itirir. Təbii inflyasiyanın kəskin artmasının təməl səbəblərindən birisi 74-cü ildə Amerika neft embargosu qoyulması, neftin qiymətinin 3 dollardan 12 dollara yüksəlməsi, yəni neft şoku idi. İkinci tərəfdən 1979-cu ildə İranda belə deyək, inqilabın baş verməsi, neft istehsalının dayanması, yenə də yəni neftdən dolayı bir şok yarandı. Amerikada inflyasiya kəskin yüksəldi və bunun bir digər səbəbi nə idi dostlar? Eyni federal ehtiyatlar həmin o Paul Volckerə qədər indiki kimi elə belə deyək də pul maşını kimi pul kəsib iqtisadiyyata injekte etmişdi. Bunun səbəbi nə idi? Çünki Nixon dövründə Fedin rəhbərinə təzyiq edir ki, faizləri aşağı sal, faizləri aşağı sal. Bu da faizləri aşağı salırdı, belə deyək, pul injekte edirdi iqtisadiyyata. Bu da inflyasiya yaratmışdı. Və gördülər ki, Paul Volcker əslində bu baxımdan belə deyək də FED tarixində özünə qızıl hərflərlə, öz adını qızıl hərflərlə yazdırmış bir şəxsdir. Nə baxımdan? Bu adam heç kimi dinləmir. Bu adam deyir ki, ya biz dolları xilas edəcəyik, ya da ki, ümumiyyətlə belə deyək də, dollar kağız parçasına dönəcək. Və həmin dövrdə dostlar, qızılın qiyməti, demək 81-ci ildə qızılın qiyməti 250 dollardan, təsəvvür gətirin, inflyasiya Amerikada 13-14%-ə qədər yüksəlir və düşünürlər ki, FED bunu nəzarət edə bilməyəcək və hiperinflyasiya baş verəcək ki, hiperinflyasiya da çox ağrılı olur. Məsələn, 1920-lərdə Almaniyada Weimar Respublikasına baxa bilərsiniz. Bu baxımdan hamı qorxurdu ki, inflyasiya çox belə deyək də, bu inflyasiya nəzarət edə bilməyəcək və həmçinin də həmin vaxtda xəzinə istiqrazlarının faizi də təsəvvür gətirin 15-20%-ə qədər yüksəlir. Paul Volcker heç kimi dinləmir. Faizləri bir anda 5%-dən 14%-ə, hətta 20%-ə qədər yüksəltmiş olur. Qızılın qiyməti başlanğıcda 250 dollardan təxminən 850 dollara qədər, yəni 3 dəfəyə yaxın yüksəlmiş olur. Sonra nə baş verir dostlar? Paul Volckerin həmin bu aqressiv faiz siyasətindən dolayı ki, təsəvvür edin, Fedin faiz dərəcəsini 5%-dən 20%-ə qaldırır və artıq banklar deyək ki, hər hansı bir iş adamları və ya da biznes artıq krediti 21%-lə alırdı. Və həmin vaxtda belə deyək də maşın satanlar və sair protestlər baş verir, kənd təsərrüfatı sahəsindən, o cümlədən bütün sahələrdə belə deyək də iqtisadiyyatı öldürür. Çünki 21%-dən belə deyək də kim kredit alıb iş görə biləcək? İqtisadiyyatı öldürür, resessiyaya girir iqtisadiyyat, amma Paul Volcker dolları xilas etmiş olur. İnflyasiya bir ilin içərisində 14%-dən 3%-ə düşmüş olur. Və nə baş verir sonra dostlar? Qızılın qiyməti 850 dollardan təxminən 400 dollara düşür, 400-500 dollar arasında 20 il müddətinə həmin o aralıqda qalır. Təsəvvür edin, qızılın qiyməti 400-500 dollar arasında 20 il boyunca o aralıqda ticarət edilir. 20 il boyunca. Niyə? Çünki dollara elə bir güvən yaratmış olur ki, artıq yenidən belə deyək də o rezerv valyuta statusunu bərpa etmiş olur. Və yenidən dollar belə deyək də ən likvid və belə deyək ən tələb olunan valyutaya çevrilmiş olur. Bu baxımdan Paul Volcker bunu bacarır. Bəs yaxşı, indi FED bunu edə bilərmi? Xeyr, edə bilməz. Niyə? Çünki 1979-cu ildə Amerikanın ümumi borcu, ümumi daxili məhsulunun 30% idi. Yəni borc çox az idi. Problem yox idi, risk yox idi. İkinci tərəfdən, həmin dövrdə Amerikan iqtisadiyyatı bu qədər belə deyək də financial economy deyil. O bilmədə istehsal iqtisadiyyatı idi. Kifayət qədər istehsal var idi onda. Amma indiki vəziyyətdə artıq bütün Amerikan iqtisadiyyatı financialization, yəni səhm bazarı üzərində durur. Və siz bazardan pul kütləsini anidən çəkərsinizsə, yəni Paul Volcker kimi bir siyasət həyata keçirərsinizsə, bütün dünya, bütün qlobal maliyyə sistemi bir anda çökər. Bir anda çökər və bəlkə də bərpası mümkün olmayan bir yola girilmiş olar. Bu baxımdan federal ehtiyatlar ona görə də belə deyək, anidən bazarda pul kütləsini geri yığıb belə deyək, reset edə bilmir. Faizləri kəskin yüksəldib, belə deyək, bazarda olan artıq pul kütləsini yığa bilməz, reset edə bilmir. Ona görə də məcbur olur ki, faizləri aşağı salsın, o xəzinə istiqrazlarının alışına başlasın ki, dediyim kimi 2022-ci ildən sonra FED o xəzinə istiqrazları 9 trilyon satandan sonra onu dayandırmışdı ki, alışını dayandırsın. Əksinə satışına başlamışdı o istiqrazların, yəni Amerikan treasury'ları. Amma keçən dekabrında dedi ki, yenidən aylıq 40 milyard dollar istiqraz almağa başlayacaq. Bu nə deməkdir? Bunu da adını başqa cür qoydular. Demədilər quantitative easing, yəni pul kütləsini artırmaq demədilər bir mənada. Debit purchasing management dedilər, borc idarə etmə deyə bir şey uydurdular və yenidən dediyim kimi FED başladı bazardan bu istiqrazları almağa. Bazardan istiqraz alırsa pul kütləsini artırır. Bazarda pul kütləsi artırsa bu dolların ucuzlaşmasına və qlobal inflyasiyanın artmasına və həmçinin də qızılın qiymətinin artmasına səbəb olur. İndi mən sadəcə tarix paralel verdim ki, 79-cu ili xatırlayın. Eyni proses Amerikada inflyasiya sürətli artırdı. Bundan dolayı da dollara olan güvənin azalmasından dolayı qızılın qiyməti 3 dəfəyə yaxın yüksəldi. Eyni proses 2020-dən sonra qızılda yenə aşağı yuxarı getdi. Niyə? Çünki baxdılar ki, dollar aqressiv pul çap edir, pula injekte edir iqtisadiyyata. Nə baş verdi? Yenə də qızılın qiyməti sürətlə yüksəlmiş olur. İndi qızılın qiyməti bu İran-Amerika müharibəsindən dolayı biraz ucuzlaşdı. Bunun təməl səbəbi dostlar, yəni fundamental səbəb deyil ki, hə, dollara olan güvən artdı və ya da Amerikadakı bu problem həll olundu. Ona görə qızılda satışlar başladı. Xeyr, onunla əlaqədar deyil. Bildiyimiz kimi neft ancaq dollarla satılır, yəni petrodollar sistemidir. İndi neftin qiyməti qalxdıqca nə baş verir? Dollara daha çox tələb olur. Çünki neft almaq üçün dollara ehtiyacınız var. Bəs dollara olan ehtiyacını necə ödəyirsiniz? Qızılı sataraq da. Məsələn, bu baxımdan Türkiyə Mərkəzi Bankı kifayət qədər qızıl satır. O cümlədən Koreya, Hindistan da öz qızıllarının hissəsini satır. Niyə? Çünki dollara ehtiyac var ki, dollar alasınız ki, neft ala biləsiniz. Bu baxımdan qızılda olan bu eniş, bu son belə deyək, müharibədən dolayı, Amerika-İran müharibəsindən dolayı olan belə deyək, eniş, bu kiçik bir aşağı yönlü korreksiya, bu bir aşağı yönlü korreksiyadır dostlar. Federal ehtiyatların zərəri davam edir.
Dediyimiz kimi 200 milyarddan çox zərər edir Fed və Fed məcburdur ki, pul kütləsini bazarda artırsın. Çünki bu mümkün deyil. Siz bir tərəfdən belə deyək, banklara yüksək faiz verirsiniz, əlinizdə də 7 trilyonluq xəzinə istiqrazlarını əlinizdə saxlayırsınız. Bu 7 trilyonluq istiqrazlara görə yəni 2% pul alırsınız, amma banklara məsələn 4%, 5% pul ödəyirsiniz. Bu fərqi saxlamaq mümkün deyil. Siz yoxa çıxarsınız. Yəni bu müddət sonra belə deyək də Fedin zərəri olacaq 1 trilyon. Bəs bunu kim ödəyəcək? Hara yazacaqsınız? Mümkünsüz olur. Ona görə Fed mütləq şəkildə belə deyək də faizi aşağı salmalıdır. Banklara verilən faizi aşağı salmalıdır mütləq. Faizi aşağı salıramsa, bazarda pul kütləsini artırıram. Bazarda pul kütləsini artıransa inflyasiya artır və o cümlədən də dollar ucuzlaşır. Və dolların dostlar 2025-ci ildə təxminən 13% ucuzlaşması təməl səbəblərindən birisi budur. Diqqət etsəniz, 2023-cü ildə 13% ucuzlaşıb, 13%, 14%-ə yaxın ucuzlaşıb və mənim gözləntim budur ki, bu il ərzində də bu dolların ən azı 6% ucuzlaşacağı belə deyək, proqnoz edilə bilər. Səbəbi də odur ki, dediyim kimi, qaçınılmazdır. Fed faizi yuxarıda saxlayarsa, Fed özü batacaq. Fed məcbur ki, bu faizi aşağı salsın. Həm də Fed faizləri yuxarı saxlanırsa, işsizlik problemi, əmək bazarında da problem yaranmış olur. Belə dostlar, ümid edirəm faydalı olmuş oldu və son olaraq bir nüansı da qeyd edeyim, səhəm bazarına bağlı. Yəni əmtəə qiymətlərində yüksəliş gözləyirik. Qızıl, gümüş, mis və s. Xüsusilə səhəm bazarına yatırım edirsinizsə, həmin o qızıl, mis, gümüş və s. onu mining edən mining şirkətlərinə baxa bilərsiniz. Mədən şirkətlərinə, sırf o sektorda olan mədən şirkətlərinə, əmtəə şirkətlərinə baxa bilərsiniz ki, o şirkətlərin səhmləri yüksəlmək üzrədir. Bir digər tərəfdən də səhəm bazarında yenidən pul injekt edilirsə, səhəm bazarda yenidən yüksəlməyə doğru gedir. Daşınmaz əmlakında belə deyək, inflyasiyadan dolayı qiymətləri artmağa meyl edir. Adətən belə deyək də inflyasiya, qlobal bazarlarda inflyasiya olanda bu sadaladığımız əsətlərin qiyməti yüksəlməyə doğru meyl edir. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Əgər video xoşunuza gəldisə və bu videoların davamını gözləyirsinizsə, kanala abunə olmağı və paylaşmağı unutmayın. Təşəkkür edirəm.